Deməli şu olur. Elektrolitik dissosiasiya, iyon badə reaksiyaları. İndi bu mövzumuz elektrolit dissosiasiya. Dim toplu 2025. Sual nömrələrini demişsiniz, indi bir mən izahını verəcəm. Geçen istəmişdiniz orada 7'ni. 7'ye kadar varsa sualınız onlardan da deyin, mən izahını verim. Var 7'ye kadar sual. Yoksa o zaman 7'ye baxaq. Hansı maddə dissosiasiya zamanı manqan 2 müsbət iyon əmələ gətirir. Deməli biz ümumiyyətlə duzların dissosiasiyasına baxmışdıq, bir də əsasların. Elədir. Yəni oksidlərə baxmamışdıq belə bir şey. Bura. Duzdur və duzdur. Demişdik ki, normal duzlar bir mərhələdə dissosiasiya edir. Məsələn, B bəndi normal duzdur. Və demişdim ki, duz dissosiasiya edəndə əsası qalığı verir, bir də nəyi verir? Turşu qalığı. Elədir. Əsası qalığı müsbət olur, turşu qalığı mənfi. Elə demişdim də dərsdə sizə deyəsən. Səhv eləmirəmsə. O zaman bu kalium permanganat dissosiasiya edəcək kalium müsbətə və əsası qalığıdır. Kalium OH-ın qalığıdır. Və manqan O4-ə mənfiyə. Bu da H manqan O4 turşusunun qalığıdır. Yəni burada manqanın özü əmələ gəlməz. Aydındır? Keçək indi B bəndinə baxaq. B bəndində də normal duzdur. Kalium permanganatdır. Manganatdır bu arada, permanganatdır. Bu da bir mərhələdə dissosiasiya edir. 2 dənə kalium müsbət, manqan O4 mənfi. Gəldik D bəndinə. D bəndində də normal duzdur. O da bir mərhələdə dissosiasiya edəcək. Verəcək bizə manqan 2 müsbət və 2 dənə NO3 mənfi. Bu əsas suda həll olmadığı üçün bunun da dissosiasiyasına biz nə eləmirik? Baxmırıq. Çünki suda həll olan əsaslar dissosiasiya edir. Yəni natrium OH, kalium OH, kalsium OH2 və s. Aydındır? Sonra 9'u istəmişsiniz. Var 9'a qədər sual. Yoxdur, baxaq 9'a. Uşaqlar, biz belə bir tərif demişdik də. Ərintisi və ya suda məhlulu. Nəyi? Ərintisi və ya suda məhlulu. Elektrik cəryanı keçirən maddələri elektrolitlər demişdik. Ərinti və ya nə? Suda məhlul. Bəlkə halda deməmişdik ki. Nə demişdik? Ərinti və ya suda məhlul. İndi kalium OH, bəli, elektrolitdir, özü də qüvvətli elektrolitdir. Suda yaxşı həll olan əsasdır. Ərintisi, yəni sən kalium OH əritdikdə bu vəziyyətə gəlir. Yəni dissosiasiya edir nəyə? Kalium müsbətə və OH. İyonlar yarandı mı? Yarandı. Cəryan keçər mi? Keçər. Cəryan keçsə lampa yanar mı? Yanar. Yəni loreləcə tok keçirsə lampa nə edir? Yanır. Tok keçmirsə lampa yanır. Gələk ikinciyə. İkincidə məhlulun verilir. Məhlul, yəni kalium OH suda həll etdikdə də eyni vəziyyətdə. Kalium müsbət verir, o da cəryan keçirər. Bəs bərk halda necə? Xeyr. Kalium OH bərk halda cəryan keçirməz. Əritdikdə və ya suda həll etdikdə cəryan. Bərk halda cəryan keçirənlər də var, bir çox metallar. Bəzi yarım keçiricilər var, qeyri-metallar. Amma digər maddələr adətən əritdikdə və ya suda həll etdikdə keçirir. Bunun da səbəbi iyonlarına ayrılmasıdır. Nədir səbəbi? İyonlarına ayrılmasıdır. Sonra davam edək. Neçəyə baxaq? 13. Yoxdur 13'ə qədər sualınız. 11'də amonyum iyonu istəyir, hə? Amonyum iyonu da NH4 müsbət. Amonyum iyonu. 12'də sulfatı istəyir. H2SO4'dən yazasa SO4 kimdən? 13'də nə istəyir? Karbonat iyonunu. Karbonat iyonu deyir, ha? Karbonat. A bəndini götürəcəksən. C bəndi hidrokarbonatdır. C bəndi nədir? Hidrokarbonatdır. Bax, bu karbonat turşusudur. Bu karbonat turşusu dissosiasiya eləyəndə bizə verir bir dənə H müsbət plus HCO3 mənfi. Bax, bu hidrokarbonatdır. Çünki bir hidrogeni qalıbdır. Bu tərzdən bu da iyonlarına dissosiasiya edir. Nə verir bizə? H müsbət və CO3 2 mənfi. Bax, bu artıq karbonat iyonudur. Nə iyonudur? Karbonat. Aydındır? İndi uşaqlar, bax bu H2SO4 tutar ki. Dissosiasiya edir, alınır H2SO4. Bu nə iyonudur? Hidrosulfat. Nədir bu? Bəs indi bəs bu eləsə bax belə. Bu hansı iyondur? Bu artıq sulfat iyonudur. Çünki bu turşu nə turşusuydu? Sulfat turşusu.
Davam edək. Neçə istəmisiniz? 15-i. Hansı halda kalsium xlorindəki iyonların yükü doğrudur? Dedik ki, əsası qalıq müsbət olur, turşu qalığı mənfi. Kalium müsbətdir, xlor mənfi. Və yaxud da belə də düşünə bilərsən. Əgər söhbət kalsium, xlor 2 duzundan gedirsə, bu kalsium OH2-nin qalığıdır. Bu da H xlorudur. Kalsium H 2 dənə OH itirdiyi üçün müsbət 2-dir. Xlor da bir dənə OH itirdiyi üçün mənfi 1-dir. Aydındır. Bunlar da çarpmaz yazılır. Təbii ki, biri yazmırlar. Biri nə eləməzlər? Yazmazlar. Metalla qeyri-metal birləşibsə, metal müsbət oksidaşma dərəcəsində olur, qeyri-metal mənfi. Çünki metal elektron verir, qeyri-metal elektron alır. Davam edək. 15. 15. Elə 15-i dedim də. Anion mənfi yüklüdür, kation müsbət yüklüdür. 17-də bizdən anionları istəyir, yəni mənfi yüklü iyonları. Burada da mənfilər cavab D bəndidir də. Zaten bəllidir də, cavab ya D olar, ya B olar, ya da C. Çünki C'də hamısı nədir? Müsbətdir. B-də də hamısı müsbətdir. İkisi eyni vaxtda cavab ola bilməz axı. O zaman müsbət ölmüşsün, söhbət mənfilərdən gedir. Biraz baş işlətsəydin tapardın, sən mən çətinlik çəkirəm. Olmamışam dərsdə. Jo, bundan sonraki nədir ki? Hansı iyon bütün əsasların tərkibində var? Əsas nədən ibarət edir? Əsası qalıqdan bir də OH-dan da, və yaxud da metaldan və OH-dan. Əsas bu deyildi. İndi bu N-dəki metalın var etdiyini göstərir. Əsas bu deyildi. Bu sualı kim soruşur? Cavab A bəndidir. 18-i istəməmişsən. Yox, siz 17-ni istəmişsiniz. Bəs turşuların hamısında nə olur? H müsbət, eləmi? Bəli. Davam edək. Neçə? 21. Mənə bax. Bu şəkildə nə görürsünüz? Doğrudan deyirsən. Yaxşı. Nətər görməmsən? Bax, görmürsən, çoban yastığına oxşuyur. Hə? Ramaşka, bunu bir çay adam sakitləşdirir. Eşitmişsiniz elə? Orada nə qədər vaxt qalıb çəkiş müddəti? Nə qədər yazıb qalıb? 7 dəqiqə. 7 dəqiqə. 28. Neçə? 30 saniyə. 7 dəqiqə 30 saniyə sonra iş bitəcək. Yox, müəllim elə şey yox. Davam nətər yəni? Gedir müəllim. Ha. Onlar Türklər ona papat edir, deməli. Papa deyirlər. Papat yox. Bizim dildə çoban yastığıdır da. Türklər ona. Nəysə. Bu uşaqlar, bunları görürsünüz. Deyəsən burada su molekulları hidratlaşmış. Su molekullarıdır. Suyun da bir tərəfi mənfi olur, bir tərəfi nə olur? Müsbət. Suyun quruluşu baxın bu şəkildədir. Suyun hidrogen olan tərəfləri, bu elektron sıxlığı oksigenə tərəfiyə dəyişir. Oksigen olan tərəfi qismən mənfi, hidrogen tərəfləri də qismən müsbətdir. Sanki suyun bir tərəfi müsbətdir, bir tərəfi mənfi. Anladın mı? Suyun oksigen olan tərəfi mənfidir, hidrogen olan tərəfi isə müsbət. İndi burada X-in başına mənfilər mi yığılıb, müsbətlər mi? Mənfi. O zaman ilk sözü müsbətdir. Burada Y-in başına müsbətlər mi yığılıb, mənfilər mi? O zaman Y mənfidir. Deməli bu katyondur. Buradakı Y-sə anion. Su sadəcə onu yığıb qatar. Ayrı olar. O zaman cavabımız olacaq Y bəndi də, hə? Elə mi? X müsbət, Y mənfi. O zaman 22 nətər olar, Əkbər? X mənfi oldu mənim. Aha. 3 mənfi 4. Doktor deyir. 3-dən 4 mənfidir, eləmi? O olsun. İndi sonra neçə istəmişsiniz? 27. 23 istəmirsiniz? Deməli bu turş duzdur. 23 necə duzdur? Turş duz. Turş duzlar mərhələli dissosiasiya edir. Necə dissosiasiya edir? İlk olaraq metalı mı itirir, hidrojeni mi itirir? Natrium. Bəli, metal. Natrium müsbət, HCO3 mənfi. İkinci mərhələdə HCO3 mənfi də dissosiasiya edəcək. H müsbətə və karbonat iyon 2 mənfi. Bizdən nə istəyirdi? Birinci mərhələni istəyirdi. Neçəni? Birinci mərhələdə kation natrium müsbətdir, anion HCO3 mənfi. Yəni A bəndi. Oldu mu? İkinci mərhələni istəsəydik bunu götürərdim, Y bəndi. Sonra 27 demişsiniz. Lakmus kağızını qızardır turşular, tuş mühit, yəni H müsbət. Yəni nə? H müsbət. Bəs lakmusu göyərdən nə idi? Əsaslar, qələvilər, hə? O H mənfi.
Hansı duzlu suda həll etdikdə turş mühit yaranır. Bu üçün gərək biz hidroliz bilək. Biz elə hidrolizi verməmişəm o xəstə. Hidroliz verir. Qüvvətli, bu cavab C bəndidir burada. Bunu gərək mən sizə hidroliz keçim izah edeyim. Sonra, mənfi yüklü iyonları göstər. Hidroksanyumun formulu nədir? H3O müsbət. Deməli 27. Dihidroortofosfat. Mən ortofosfatı tanıyıram. H3, PO4. Bu ortofosfat turşusudur. Buna bir hidrogen qopanda qalır H2, PO4 mənfi. Bu olur dihidroortofosfat. Nə olur bu? Dihidrofosfat. Gəlir amonyum iyonuna. Mən amonyakı tanıyıram. Bu amonyakdır. Buna bir hidrogen birləşir donor akseptor rabitəsi ilə alınır amonyum müsbət iyonu. Sonra üçüncü nədir? Sülfat. Mən sülfat turşusunu tanıyıram. Bu bir hidrogen itirsə olar hidrosülfat. İkisini itirəndə nə olur? Yox, sülfat olur. Sülfat. İkisini itirəndə olur sülfat. Hər hidrogen itirəndə mənfisi bir dənə artır. Anladın? Mənfi iyon hansıdır bunlarda? Birinci, ikinci, yoxsa üçüncü? Bir ve üçüncü. Orada iki mənfi yazıları. Nəyə görə mənfi? İki dənə hidrogen itirib ona görə. Yox, yəni. Bildim. Belə edirlər. Oksidaşmə dərəcəsi yazanda mənfini qabağa yazırlar, iyonu yükü yazanda sonraya yazırlar. Burada SO4-ə iyon kimi baxıram ona görə. Belə ciddi fərq eləməz amma sənin üçün. Yaxşı? Bax, fikir ver burada. Fikir ver, orada yazılır bu. Sağ ol. 3 mənfi, eləmi? Amma oksigen oksidaşmə dərəcəsi mənfi 2 bu belə yazılır. Elə bir ki, bax, PO4-də. Bu mənfi 2-dir. Bu müsbət 5-dir. Çölə neçə çıxır? 3 mənfi. İyonun yükü. Çünki mənfi 2-ni 4-ə vur, mənfi 8, bu da müsbət 5. Toplayanda bunların cəmi 3 mənfi. Deməli, iyonun yükü 3 mənfi. İyonun yükünü yazanda mənfini sağa yazılır, oksidaşmə dərəcəsi yazanda sola yazılır. Amma belə ciddi fərq edəməz sənin üçün, yaxşı? Sadəcə yazılış qaydasıdır. Sonra, neçə istəmişsiniz? Neçə? 29. Deyir, ortofosfat turşusunun, ortofosfat turşusu hansıdır? Bu deyil. Ha? Birinci mərhələsindir. Birinci mərhələdə bir də H itirir, bir də bu əmələ gəlir. Elə deyir. Bu onda yaranır da, bu hansıdır? Siz bir də yazın, yəni bu dissosiasiya edəndə bu alınır, bir də plus H müsbət. Düzünə yazdım dissosiasiya. Hər dəfə bir hidrogen itirir də, H müsbət, bir də H2PO4. Sonra növbəti mərhələdə H2PO4 mənfi də olur. HPO4 2 mənfi və H müsbət. Növbəti mərhələdə PO4 3 mənfi və H müsbət. Aydındır? Sonra. Yəni cavabımız olacaq A bəndi, dihidroortofosfatı. Sonra 31. Hansı maddə yalnız bir mərhələdə dissosiasiya edir? Uşaqlar, əgər yalnız bir mərhələdə dissosiasiya etməyini soruşursa bizdən, mən bir mərhələdə dissosiasiya edənləri sizə demişdim. Normal duzlar, 2 qat duzlar və turş duzlar. Bir də kompleks duzlar da bir mərhələdə dissosiasiya edir. Deməli, hansı duzlar? Deməli, duzlardan. Normal duzlar, 2 qat duzlar və turş duzlar bir mərhələdə edir. Turşulardan hidrojeni bir dənə olanlar, yəni bir əsaslılar, nələr? Bir əsaslı. Düz yazmadım söz. Bir əsaslı turşular. Bəs əsaslardan bir dənə ulaşı olur. Yəni nə? Bir buraya yazım, nə də belə saxlasam biləsiniz. Bir turşulu əsaslar. Nələr? Bir turşulu əsaslar. Bunlar bir mərhələdə dissosiasiya edir. Neçə mərhələdə? Bir mərhələdə. Bax, indi bura. Bu çox əsaslı turşudur. Bu 3 mərhələdə eləyəcək. Hər tərəf bir hidrogen itirəcək. Bu neçə mərhələdə eləyir? 3. Bu 2 əsaslı turşudur. 2 mərhələdə eləyir. Bu normal duzdur. Normal duz neçə mərhələdə eləyir? 1 mərhələdə. Bu yenə çox əsaslı turşudur. 2 mərhələdə eləyir. Bu da 2 mərhələdə eləyir. Çünki bu əsasi duzdur. Necə duzdur? Turş duz və əsas duz. Əvvəlcə xlor itirir, sonra OH itirir. Bu da 2 mərhələdə eləyir. Aydındır? Dəqiq? 100%?
Aydınsa 32-də siz deyin hələ mənə görə. Mən A gedir, B, yox, dəqiqə, B'dir. Cavab B-dir, bəli. A çünki 2 əsaslı turşudur 2 mərhələdə. Bu 2 əsaslı 2 mərhələdə. 3 əsaslı. Bu turş duzdur. Əvvəlcə kalium bitirər, sonra hidrogeni. Bu isə birbaşa. Normal duzlar bir mərhələdə 2 dənə K olur deyə 2K müsbət, və SO4 2 mənfi. Bəli, İki bəli. əsası nə deməkdir ki? Yəni 2 dənə hidrogeni olandır. 2 əsaslı yəni 2 hidrogeni olan. Bir əsaslı yəni əvəz oluna bilən bir hidrogeni olan. bəs 2 kalium olanda O əsasla əlaqəsi yoxdur. Əsaslıq və turşuluq turşuya hidrogen sayı nə qədərsə ona əvəz oluna bilən hidrogen sayına görə əsaslı deyilir. Əsasda da əvəz çıxan elə bir OH qopa biləcək OH sayına görə də turşu deyirik də. Turş. Elə bu dərslərdə sən olmamısan, düzdür? yox. Oxumamısan da yəqin. Yoxmuşam. Hər şeydə eləmirsən amma bilmirsən. Eləmi? Biz turşu dərsini keçmişik səninlə. Mən orada təsnif eləmişdim turşuları, əvəz oluna bilən hidrogen sayına görə. Bir əsaslı, 2 əsaslı nümunələr çəkmişdik, istisnaları demişdik. Nəticə yadımdan çıxdı ki. Üstündən 5 ay keçsin bir aya var heç keçməmiş. Sonra davam eləyək. Biz demişdik ki, dissosiasiya sabiti qatılıqdan asılı Deyil. deyil. Dissosiasiya sabiti nədən asılı deyil? Əsaslar. Çünki demişdim tarazlıq sabiti ilə dissosiasiya sabiti demək olar eyni şeydir. Dissosiasiya sabiti qatılıqdan asılı deyil. Yalnız elektrolitin təbiətindən, həlledicinin təbiətindən asılıdır və temperaturdan asılıdır. Aydındır? Sonra. Çünki sən burada hər hansı birinin qatılığını dəyişdikdə La Chatelier prinsipi var idi dönən reaksiyalarda. Sənin elədiyin təsiri əks təsirə çevirmək istəyirsən. Bir şey azaltdın mı artıracaq. Artırdın, azaldacaq. Bu nəticədə sənin o nisbətin dəyişməyəcək. Yəni o dissosiasiya sabiti tapdığın nisbət. Sonra, yəni cavabımız C mənim. Davam eləyək. 37. 37. Hansı maddələrin 1 molu tam dissosiasiya etdikdə eyni sayda ion əmələ gəlir? Gəl bir eləyək də bunların dissosiasiya. O nə deməkdir? NH4 2, NH4 3PO4. Bu normal duzdur uşaqlar, normal duz. Bu dissosiasiya eləyəndə 3 dənə NH4 müsbət verir, bir dənə də PO4 3 mənfi. Deməli 3 kation verir, 1 anion. Neçə ion verdi? Hə, elə. Neçə ion əmələ gətirdi? 4. 4. Keçirəm ikinciyə. İkincidə nə verib? Alüminium xlor 3. Bu da normal duzdur, bir dəfəyə dissosiasiya edir. Alüminium 3 müsbətə və 3 dənə xlor mənfiyə. Deməli 1 kation əmələ gətirdi, 3 dənə anion. Sual neçə ion? Belə bunlardır da yəqin. Bərabər sayda ion deyir əmələ gəlsin. Keçirəm növbətiyə, yəni nəyə? Üçüncüyə. Orada nə verir? Ferrum 2, SO4 3. O dissosiasiya edir nəyə? 2 dənə dəmir 3 müsbətə və 3 dənə də SO4 2 mənfi. Bu neçə ion verdi? 2 kation verdi, 3 dənə anion. Neçə ion? 5-i yazmağa ehtiyac yoxdur bilirsin. Dördüncüyə baxaq. Dördüncüdə vəziyyət necədir? Dəmir 2 nitratdır bu. Elə? Bu nə verəcək mənə? Bir dənə dəmir 2 müsbət, 2 dənə də NO3 mənfi. 1 kation, 2 anion. Bu da 3 ion verir. Kim daha yaxşı cərəyan keçirər bunların içərisində? Əgər bərabər bunların molda parçalansalar, hamısı bir mol parçalansaydı, ən yaxşı keçirən üçdür, çünki o daha çox ion əmələ gətirir. Aydındır? Davam edək. Neçə? 41. 41. Bu ion mübadiləsi reaksiyalarına aiddir. Əslində bunu da mən izah eləmişdim keçən dərs sizə. Mən sizə demişdim ki, biz duzla duzu reaksiyaya salanda 2 dənə şərt qoymuşduq. Hansı şərtlərdir onlar? Həll olan onlar ikisi də. 2 duz bir-birinə qarşı dəstə olsa, ikisi də suda həll olsun, onlardan biri çöküntü olsun. Əslində məqsəd nə idi? Məqsəd o idi ki, məsələn, bunun molekulyar tənliyi yazanda belə yazırlar. Natrium 2CO3, üstə gəl, kalsium xlor 2. Əmələ gəlir, natriumdan xlor çöküntüdür, amma kalsiumdan CO3 çöküntüdür. Kalsium karbonat çöküntüsü və natrium xlor. Belə. Reaksiya budur. Buna deyirlər tam ion tənliyi. Nə deyirlər buna? İndi bunun qısa ion tənliyi. Sən qaba bunları tökəndə, bir qab düşün. Sən qaba bunu da atdın, bunu da atdın. İçi su ilə dolu. O natrium karbonat ionlarına ayrılacaq. Natrium müsbətə və CO3 mənfi ayrılacaq. Deməli, qabda olacaq natrium müsbətlər və CO3 2 mənfilər. Eyni zamanda kalsium klorid də qaba suya həll olanda ionlarına ayrılacaq.
Kalsium 2 müsbət, xlor mənfi. Burada kalsiumla karbonat bir-birini görəndə çöküntü verirmi ağ rəngdə? Verir. Deməli, bu əslində reaksiya kalsiumla nəyin arasında gedir? CO. İndi bunu tam iyon tənliyi yazanda, biz kim ki dissosiasiya serir, onu ayırırıq. 2 dənə natrium müsbət, bir dənə CO2, 2 mənfi. Kalsium 2 müsbət plus 2 dənə xlor mənfi. Elə bir bunlar suya düşəndən sonra hansı hala gəlirsə onu yazdım da. Orijinal şəklində burada gəlişirlər özləri üçün. Sonra kalsiumla karbonat birləşib nə edir? Çöküntü. Zaten burada vermişəm, onu ayıra bilməzsən. Natrium xlor seçdi, gəlişirlər özləri içində. Bunlar ben bir-birinə birləşib belə deyil, gəlişirlər orada özləri üçün. Yəni sən heç bunu birləşdirsən də olar, birləşdirməsən. 2 dənə natrium müsbət, 2 dənə də xlor mənfi. Bu tam iyon tənliyidir. Nədir? İndi bir də qısa iyon tənliyi yazmaq istəyirəm. Qısa iyon tənliyində əsl proses kimin arasında gelirsə onları yazırsan. Bax, natrium sağda da var, solda da var. Bunlar arasında proses çəkmir. Burada da var, burada da var. Əsl proses gelib kalsiumla nəyin arasında? Kalsium 2 müsbətlə CO2 mənfi arasında. Kalsium karbonat çöküntüsü verir. Bizdən burada nə istəmişdik? Tam iyon tənliyi istəmişdik. Bu ortadakini istəyir, ortadakini. Təbii ki, bunu yazmamış da biz tapa bilərdik bunu. Neyə bilərdik? Yəni, bunları buraya yazmamışlar, cavab variantlarından tapa bilərdik. Deyəsiniz mənim, nətər tapardı? Belə tapardı. Mən bilirəm, natrium karbonat suda yaxşı alır, dissosiasiya edir. Kalsium karbonatı amma ayırmıyor. O da dissosiasiya edir, yanlış. Natrium karbonatı ayırmıyor. Necə yəni, suda yaxşı alınan duzdur, o dissosiasiya eləməlidir, yanlış. Natrium ayırıb, kalsium karbonatı ayırıb. Kalsium karbonatı çöküntü kimi verib, düz edib. Natrium kloru ayırıb, düzdür. Cavab cəfəndir. Aydındır. Sən kimi ayıra bilməzsən orada? Sən çöküntünü ayıra bilməzsən. Kimi ayıra bilməzsən? Çöküntünü ayıra bilməzsən. Aydındır. Buna xatım. Çöküntünü ayıra bilməzsən. Qazı ayıra bilməzsən, bir də zəif elektroliti. Biz də indi burada misalda çöküntü almaya gəlmişdik. Bunlar deyirlər iyon mübadilə reaksiyaları. Yeni ama. Yenin problemi buradadır. Natrium kloru ayırmır. Axı dissosiasiya eləyən maddədir. Nətər onu birləşmiş vəziyyətdə yazdın? Çöküntü deyil axı. Sonra neçə? 43-dən Uşaqlar, əmələ gələndə əmələ birləşməni bilmək istənsə, oksidaşma dərəcəsinə sadəcə bax, tutarısın yetsin. Nəyə bax? Sülfatda nədir? 2-dir, natriumda nədir? 1-dir. O zaman formul düzdür də. Formul necədir? Bu müsbət 1-dir, bu mənfi 2-dir. Çarpaz gəliblər də. Bu da 1-ə 1-dir, bu düzdür, bu da düzdür. Bu 2-dir, bu 3-dür. O zaman bunun ayağına 3 gəlməliydi, bunun ayağına 2. Çarpaz gəlirlər də ayağa. Yazırsan, indeksi yazırsan, sayılar düzəlsin deyə. Aydındır. Başa düşdünüz? Hə? Niyə elə çarpaz yazıram ayağına ki? Bax, bu dəmir 2 müsbət o demək ki, dəmirin biri 2 elektron verir. Neçəsini verir bu? PO-da 3 mənfi o demək ki, bu 3-ünü istəyir. Neçəsi istəyir? Bu 2-ni verir, bu 3-ünü istəyir. İndi bunları mən necə götürürüm ki, alış-veriş düzəlsin də, yəni alınan elektronla verilən elektron sayılı olsun. Bunun biri ikisini verir, 3 dənə götürüm bundan, qoy 6 dənə vermiş olsun. Hə? Bunun biri 3'ünü alır, ondan da 2 dənə götürüm, o da 6'sını almış olsun. Nəticədə alış-veriş düzəlsin də. Oldu mu? Aydındır. Təkləri vermişdim sizə. O zaman təklərinə baxaq da. Üstlərini növbətlərə yazarsınız. Yaxşı. Baxaq 45-ə. 45'də nə deyir bu olan? Yine eyni şeydir, yine formul düzdür, səhvdir deyir də. Burada hamısı səhvdir deyil ha. Ola bilər. Bu 2 buna yanına gəlməlidir, bu 1'dir. Çünki çarpaz eləyəndə bu olur. X2, kromo 2 o 7. Bu səhvdir. 2 isə formul olduğu kimi olmalıydı. Y-in ayağında 2 olmamalıydı. Bu da səhvdir. 2 bura, 3 bura gəlməliydi. Bu da səhvdir. 3'ü də səhvdir. Ha, 3'ü də doğru deyil də, cavab cəbədir. Doğru deyil istəyir də. Uşaqlar, var qüvvətli elektrolitlər, hansı ki elektrik cərəyanını yaxşı keçirir. Var zəif, orta qüvvətlilər, hansı ki elektrik keçirizliyi çox yaxşıdır, belə də yaxşı. Bir də var zəif, onlar pis keçirir. Bir də var qeyri-elektrolitlər ümumiyyətlə keçirmir. Bu deyir ki, X maddəsi bərkdir adi şəraitdə və elektriki yaxşı keçirir. Bu saxarozadır, şəkər. Bu qeyri-elektrolitdir. Bu bərkdə, bu qeyri-elektrolitdir. Bu sirkə turşusudur. Bu bərk deyil, bu mayedir, özü də pis keçirir. Natrium karbonat bərkdir, suda əldə edəndə çox yaxşı keçirir.
Bu o zaman ödəyirlər bizim bu şərtimiz. Məsələn, xaracanı bura qalır 2 bəndin arasında. Lakin gəlir ikinci, bərkli keçirmir. Bərkli sirkə turşusu birinci mayedir, pis keçirir. Cavab C bəndi. Sonuncu nə idi? Mayedir, zəif keçirir. Hə də sirkə turşusu. Mayedir, zəif keçirir. Aydındır? Dəqiq. 49 bunun sonuncu sualı idi. Bəli. Uşaqlar, indi mən burada bunların üçünün də dissosiasiyasını yazacağım, mərhələli. Hansına uyğun varsa onu seçəcəksən də sən. Birinci maddəm kalsiyum hidroksofluoriddir. Bu mərhələli eləyir. Çünki bu əsasi duzdur. Əvvəlcə nə itirir? Kalsiyum. Alınır kalsiyum OH, müsbət, xlor mənfi birinci mərhələdə. İkinci mərhələdə kalsiyum OH müsbət də parçalanır. Kalsiyum 2 müsbətə, bir də OH mənfiyə. Ya birinci, ya ikinci mərhələ. Hansı var bu cavab variantlarında? Bir üçün. İkincisi var. Bu yuxarıdakı yoxdur, bu ikincisi var. Hansıdır o? C bəndi. Deməli, 1-ə uyğun gəldi nə? C. Keçirəm 2-yə. 2-də sülfat turşusu verir. Bilirsiniz bu necə dissosiasiya eləyəcək birinci mərhələdə? H müsbət. H müsbət. Mənfi. HSO4 mənfi. Sonra HSO4 mənfi də ayrılacaq nəyə? H müsbətə. H müsbətə və SO4 necə mənfiyə? 2 mənfi. Bunlardan hansı var cavab variantında? A var. H müsbət də bu da, o da bu. İkinci mərhələsini veriblər. Biri veriblər, neçənci mərhələsini veriblər? İkinci mərhələsini veriblər. Yəni bu 2-yə getdi A. 3-də natrium nə verir mənə? Hidrokarbonat. Bu da turş duzdur. Bu da mərhələli eləyir. Birinci mərhələdə metal itirir. Natrium müsbət. HDO, hidrokarbonat mənfi. Sonra hidrokarbonat mənfi də ionlara ayrılır. Nəyə? H müsbət və karbonat 2 mənfi. Bunlardan hansı var cavab variantında? Bunun da ikinci mərhələsini verir, belə? Deməli, hər üçünün ikincisini vermişdi burada. 1C, 2A, 3D. Tam aydın oldu mu? Evet. Başqa var bu təklərdən sualınız? Yoxdur. Növbətdə və cütləri işləyərsiniz. Ha, elə bu.